İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə əlaqədar təklif olunan konsept layihəsi bütöv Azərbaycan şüarı altında vətənimizi dirçəltmək, çiçəkləndirmək niyyətindəyik. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən layihələndirilən fərdi yaşayış evlərində Smart City və Smart Village, ağıllı şəhər, ağıllı kənd, müasir texnologiyaları tətbiq edilməsi rəhbər tutulmuşdu. Qarabağ yaşıl enerji zonası kimi qəbul edilməsi bu sahələrdə bərpa olunan enerjidən istifadəni zəruri edir. Günəş enerjisi başqa yağış suyunun yığılması və təkrar istifadə edilməsi, məişət tullantılarının çeşidlənməsi, çirkab suların təmizlənərək təkrar emalı yaşıl enerji konseptinin tərkib hissəsidir. Baş plan hazırlanarkən mövcud mərkəzi yol, Mahmudlu stansiyası saxlanmış və yol kənarında ictimai iaşə obyektləri layihələndirilmişdir. İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Şükürbəyli, Şıxlıağalı və Mahmudlu stansiyasının yenidən qurulmasını və bitişik ərazidə yerləşməsini nəzərə alaraq, onların 1042 ailəlik yeni qəsəbənin salınması planlaşdırılıb. Fərdi yaşayış evləri 2, 3, 4, 5 otaqlı olmaqla ailəyə 0,2 hektar həyətyanı torpaq sahəsi nəzərdə tutulmuşdur. Ərazidə fərdi yaşayış evi, istirahət köşkü, malqara, toyuq cücə tövləsi, arı ailəsi qutuları, tərəvəz bostanı, meyvə ağacları, yaşıllıq və avtomobil meydançası nəzərdə tutulmuşdur. Malqaranın örüşə buraxılması üçün arxa küçədən köməkçi yol və keçidlər layihələndirilmişdi. Yaşayış evlərində zirzəmilər nəzərdə tutulmuşdur ki, hündürlüyü 2,2 metrdir. Evlərin isti suyu və istilik təminatı kombi sistemi quraşdırılmaqla nəzərdə tutulmuşdur. Ərazidə sosial, infrastruktur və iaşə obyektləri tikinti normalarını nəzərə alaraq layihələndirilmişdi. 480 şagird yerlik məktəb, 2 ədəd, 160 yerlik uşaq bağçası, 2 ədəd, inzibati bina, klub, kənd həkim məntəqəsi, rabitə şöbəsi, poçt, bazar, ailə sağlamlıq mərkəzi, aptek, yanğın deposu, yanacaq doldurma məntəqəsi, avtomobillərə texniki xidmət stansiyası, ambar saxlanıc binaları, dəmir yol vağzalı, ərzaq mağazası, sənaye, tikinti malları mağazası, bərbərxana və ticarət və sair zəruri obyektlər nəzərdə tutulmuşdu.